Hoş geldin yağış, hoş geldin. Müğənni Xuraman Şuşalı ötən gün Bakıda yağan güclü yağışlar nəticəsində evinə ziyan dəydiyini bildirib. İfaçı yağış səbəbindən bina evinə suyun damdığını nümayiş etdirib. Bundan sonra nə yeni tikilən bina evinə pul verirəm, nə də evimə alçıpan vuraram deyə Xuraman yazıb. Əməkdar artist Aybəniz Haşimova arxiv görüntülərini sosial media hesabında yayımlayıb. İfaçı gənclik illərində qastrol səfərində olarkən çəkilən şəkli ilə bağlı xatirələrini bölüşüb. Ömrümün ən gözəl xatirələri, keçmişim, vüqarım, fəxrim, sevincim, bəxtəvər günlərim. 1990-cı ilin soyuq günlərində sevimli rəhbərimiz Gülnarə Əliyevanın rəhbərliyi ilə Türkiyəyə ilk dəfə böyük konsert səfərinə çıxmışdıq. İstanbuldan başlayan və Türkiyənin 7 şəhərini əhatə edən möhtəşəm konsertlərimiz bugün də yaddaşlardadır. Səhnəni Yaşar Nuri, Firəngiz Mütəllimova, Mikayıl Mirzə, Məmməd Bağır Bağırzadə kimi böyük sənətkarlarla paylaşmaq isə ayrı bir gözəllik idi. Bu şəklin mənim üçün ən gözəl tərəfi isə odur ki, həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim. İndi dönüb baxdıqca anlayıram ki, bu şəkil həm də ana olmağa gedən həyatımın ən duyğulu xatirələrindən biridir. Yaxşı ki, sən mənim balamsan, ay nişan, ömrüm sənə qurban olsun.